Kənddən şəlaləyə maşın yolu yoxdur. Ona görə piyada getməli olduq. Yol boyu nəhəng, biraz da vahiməli kanyonlar, uzaqdan görünən başı qarlı dağlar, dağ havası, kahalar sizi bir an belə darıxmağa qoymayacaq. Qurqur şəlaləsi Qızılqaya dağından başlayır. Mənbəyini ondan bir qədər aralıda yerləşən Babbey şəlaləsi və Bərkdərədən götürür. Şəlalənin suyunun qayaların arasından süzülərək tökülməsi onun cazibəsini çox artırır. Qışda donan şəlalə qar kraliçasının sarayına oxşuyur. Bu mənzərəni saatlarla izləmək, ondan zövq almaq olar. Hər il minlərlə əcnəbi turistlər şəlaləni məhz belə görmək üçün Avropadan, Amerikadan, Şərq ölkələrindən bura gəlirlər. Bu möcüzəvi təsvir onun ovsuna düşən insanları xoş emosiyalara kökləyir.